Hal-hazırda femtolastik əməliyyatı mərhələsindəyik. Flebimiz hazırdır. Bu flebi qaldırırıq və buynuz qışağının geri qalan stroma hissəsində mənfi nömrələrin silinmə prosesini icra edirik. İşığa baxın. Pasiyentimizin gözündə siləcəyimiz nömrə 4,5, üstündə bir astigmat. İşığa baxırıq. Əməliyyatımız başa çatdı. Ağrınız varmı Vüsalə xanım? Hal-hazırda gördüyümüz mərhələ ekzemir lazer mərhələsi idi. Bundan əlavə isə femtosaniyə mərhələsi var. Yəni bu flebin hazırlanma mərhələsi. Onu da bir sonraki xəstədə göstərəcəyik, nümayiş etdirəcəyik sizə. Femtosaniyə əməliyyatlarındayıq. Bu əməliyyatlar tək istifadəli konularla icra olunur və burada heç bir kəsici alət, bıçaq və s. istifadə olunmur. Tam olaraq avtomatik və kompüter vasitəsilə cihazın özünün nizamlandığı parametr çərçivəsində olunur. Kəlləmizi qaldıraq. Xəstəmizin gözü ilə lazer başlığı təmas edir. Bu iri və qorxunc görsənsə də hətta nəfəs hərəkətləri ilə belə incə hərəkət edə bilən bir alətdir. Suction mərhələsində işığa baxaq düz. Xəstənin gözünü suction hərəkətsizləşdiririk və daha sonra lazer başlığı ilə xəstə gözünü bir-biri ilə təmas edəcək şəkildə bu şəkildə biraz da qaldırın zəhmət olmasa Zina xanım. Ayarlayırıq, ortalayırıq. Bu bəyazlama femtosaniyanın işlənmə sürəsidir və burada qeyd olunur 11 saniyə. Bu cihazda heç bir bıçaq və kəsici alət istifadə olunmur. Xəstə oynatsa, sıxsa, işləm dayanır və biz onu təkrarlaya bilirik. Bu işləmdə xəta payı yoxdur. Köhnə sistem cihazlarda bir ülgüc istifadə olunur və bu standart lastik cərrahiyyəsi olur. Göstərin mənə zəhmət olmasa. Bu da bizim hal-hazırda əlimizdə istifadə etdiyimiz son model keratondur, avtomatik keraton. Yalnız bunun başlığında bir ülgüc var. Və bu ülgücə və bu sistemə bağlı fəsadlar ola bilər. Onun üçün ekzemir əməliyyatları və digər əməliyyatların bir-birindən fərqləndirən üsullarda həm texniki, həm zamanlama, həm sağalma, həm də təəssüf ki, maddi fərqlər olur. Pasientlərin ən sıx soruşduğu sual fərq nədədir? Fərq texnologiyalardadır. Bayaq göstərdiyim o ülgüclü sistem artıq dünyada istifadə olunmur. Tətbiq olunan tək üsul femtosaniyə cihazıdır. Bu qədər xəstənin hər iki gözündə də endirə bilərik. Femtosaniyə cərrahiyyə işləm keçirdik. Aytaç, ağrın varmı canım? Düşündüyün kimi idi, yoxsa daha ağrılı idi? Daha asan oldu. Gözümdə yəni zəhləm olmayacaq. Olmayacaq, yox. Neçə ildir gözləyirdin bu əməliyyatı? Çox. Neçə ildir məni tanıyırsan? Çox yanmışam, dəqiq 4 il. 4 il, belə. Bir femtosaniyə gerçək lazer əməliyyatını sırf həkim-sən verilişi izləyiciləri üçün göstərdik. Buynuz qışardan bir qapaq hazırladı femtosaniyə cihazı və daha sonraki ekzemir əməliyyatında isə nömrələrimizin silinməsini sizə nümayiş edəcəyik. Minnətdaram bizi izlədiyiniz üçün.